Əksənə, hər vaxtın xeyir olsun. Bəli, Çinarə, hər vaxtınız xeyir olsun. Bugün ümumilli lider, müasir Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin anım günüdür. Və təbii ki, bununla əlaqəli olaraq bir sıra dövlət qurumları, nazirlər, deputatlar və digər rəsmi şəxslər Ulu Öndər Heydər Əliyevin 1-ci Fəxri Xiyabanda yerləşən məzarı önünü ziyarət edirlər və onun xatirəsini yad edirlər. Eyni zamanda siz hazırda onun məzarı önünə qoyulan gül dəstələrini də müşahidə edirsiniz və burada növbəli şəkildə polislər də bunu təmin edir. Növbəli şəkildə digər qurumlar, polislər sıra ilə Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyur və onun xatirəsini yad edirlər. Elə səhər saatlarında Prezident İlham Əliyev və xanımı 1-ci vitse-prezident Mehriban Əliyeva da 1-ci Fəxri Xiyabana gəldi və burada elə Ulu Öndərin xatirəsini yad etdilər. Eyni zamanda Azərbaycan himni də səsləndirildi və təbii ki, paralel olaraq Zərifə Əliyevanın da məzarı önünü ziyarət etdilər. Eyni zamanda qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin bugün dediyimiz kimi anım günüdür və biz elə digər saatlarda da bununla bağlı bağlantılarda da xəbər verdik ki, həm yerli media orqanları, eyni zamanda xarici media nümayəndələri də məhz Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün bu prosesi gəlib izləyirlər və dediyimiz kimi Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində müasir Azərbaycan dövlətinin qurulmasındakı rolu əvəz edilməzdir. Və onun hakimiyyəti dövründə Azərbaycanda bir çox yüksəliş yönündə addımlar atılıb və təbii ki, onun varis qoyduğu irsi bugün Prezident İlham Əliyev uğurla davam etdirir və təbii ki, bugün artıq bölgədə yeni reallıqlar mövcuddur və dediyimiz kimi Heydər Əliyevin hakimiyyəti dövründə senzura ləğv edildi. 1998-ci ildə Bişkek protokolu ilə 1-ci Qarabağ müharibəsinin aktiv fazası başa çatdı. Eyni zamanda ardınca yəni əsrin müqaviləsi imzalandı. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı layihə ratifikasiya olundu və sonraki dövrdə daha da genişləndirildi. Təbii ki, bu istiqamətdə bu hələ Heydər Əliyevin hakimiyyəti dövründə atılan addımların sadəcə bir hissəsidir və onun hakimiyyəti dövründə neft strategiyası və eyni zamanda iqtisadiyyatla bağlı digər mühüm addımlar da atıldı və təbii ki, bütün bu amillər də Azərbaycanı daha da yüksəyə çıxarmağa yardımcı oldu. O bünövrəni zəmini qoydu. Çünki Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndə Azərbaycanın siyasi pərakəndəlik hökm sürürdü. Eyni zamanda siyasi xaos var idi və müharibə təhlükəsi ilə üz-üzə idi ölkə və təbii ki, bu səbəbdən onun hakimiyyətə gəlişindən sonra artıq belə deyə duman çəkildi və Azərbaycan, yəni müasir Azərbaycan dövlətinin qurulması yönündə müəyyən addımlar atıldı. 1995-ci ildə də demokratik dünyəvi dövlət olan Azərbaycanın konstitusiyası qəbul edildi və qanunlar toplusu da hazırlandı və Azərbaycan artıq bir sıra beynəlxalq təşkilatlara üzv oldu. 2001-ci ildə də qoşulmama hərəkatı eyni zamanda Avropa Şurasının tam hüquqlu üzvü oldu və Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan dediyimiz kimi xaos içərisində idi və torpaqlarımızın 20% işğal altındaydı. Amma indiki məqamda onun yüksəyə doğru çıxardığı irsi Prezident İlham Əliyev uğurla davam etdirdi və bugün artıq torpaqlarımız tam şəkildə işğaldan azaddır və Azərbaycan tam suverendir və Azərbaycanın 44 günü vətən müharibəsində olsun, istərsə də digər istiqamətlərdə atdığı uğurlu addımlar bugün beynəlxalq arenalarda bu fikirlər səsləndirilir və indiki məqamda da elə həm sıravi vətəndaşlar, kiçikdən böyüyə, hər kəs dövlət qurumlarının nümayəndələri, nazirliklər nümayəndələri, eyni zamanda digər rəsmi şəxslər, deputatlar da 1-ci Fəxri Xiyabana axın edir və növbəli şəkildə elə Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyur. Siz də hazırda elə həmin kadrları izləyirsiniz və növbəli şəkildə biz burada digər istiqamətləri də göstərməyə çalışacağıq. Növbəli şəkildə bura gələn əməkdaşlar, rəsmi və dövlət nümayəndələri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyur və onun əziz xatirəsini yad edir və artıq səhər saatlarından etibarən dediyimiz kimi biz buradayıq və növbəli şəkildə yenə sıxlıq olmasın deyə, insan izdihamı olmasın deyə polislər də bu prosesi tənzimləyirlər və 1-ci Fəxri Xiyabanda Ulu Öndərin əziz xatirəsi bugün yad olunur. 12 dekabr tarixində 2003-cü ildə, yəni 22 il bundan öncə Ulu Öndər Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Cleveland
xəstəxanasında müalicə olunduğu xəstəxanada həyatını itirib və onun qoyduğu irs, onun qoyduğu Azərbaycan xalqına çəkdiyi əziyyət və onun atdığı uğurlu addımlar bu gün də elə müzakirə mövzusudur və dünyanın bir çox sahələrində bu məsələ müzakirə edilir. Ulu öndərin xatirəsi dediyimiz kimi yad olunur. Biz də ən son informasiyaları diqqətinizə çatdırmağa çalışdıq. Səhər saatlarından etibarən buradayıq və hələ də həm dövlət qurumları, həm sıravi vətəndaşlar Ulu öndərin məzarı önünə gəlib gül dəstələri qoyub onun xatirəsini yad edirlər. Söz yenidən sizdədir. Biz hər saat bu barədə informasiyaları diqqətinizə çatdırmağa çalışacağıq. Buyurun. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları bizə ötürdüyünə görə.